A'ya maksimum 18 yazsa, B'ye maksimum ne yazarıq? 18'i sildim. B'ye 17 yazan mənəm. Siz niyə qonşu ədəd, 14, ardlı ədədlər qonşu olur? 14 B'ye yazar maksimum, onda. 13 bəli, müəllim. nə olur? 14 yazar onda. Hə, 17 yazan mənəmsə maksimum 14 də yaza bilmərəm. Çünki 15'e görə. Bura 14 yazsaq bunlar ardıcı qonşu olacaqlar. Ardlı ədədlər qonşu olmaz. 14 yazan mənəm, avtomatik yazıram 13. 13. Orada 12 olur da. B olacaq 13. Bir daha qaldı C'ni tapmaq. C neçə olur? Bax, 13'ü tapdıq. 17. C'ye yazarıq maksimum 17, düzdürmü? C'ye 17 yazsa, əgər. Qalır 12 ilə 14. Fərqi var necə axmağımız? Yox. Necə? Buradan necə o şey yanaşır? Bəli. O da doğru. 12 bura atsa problem olacaq. Belə atmışdı. Deməli 12 burada 14. Onlara ehtiyac yoxdur da tutmağa müəllim. Onsuz bizə deyilənlər. Deməli C də olur 17. Bunların cəmi olur 48, cavab elə 48'dir. Bax, bu yenə deyirəm, sonra başqa bir versiyası var, bunu onu da deyəcəm. Başqa ehtimal. Sonradan 49, hə? Bax, tema nədir? Qaydamız odur ki, ardıcıl ədədlər qonşu olmamalıdır. ABC'nin deyəcəyimi ən çox neçə ola bilər? Mən A'ya maksimum 18 yazdım. 18'i sildim burada. A 18 ise B'ye maksimum ne yazaram? 17 yaza bilmərəm. Çünki ardıcıl ədədlər qonşu olacaq. Nə bilim, yəni ki. 12 də yaz. 17 yazmaram, B'ye 14 de yazmaram. Çünki 15'in yanında 14 olmaz. B'ye yazdım 13. B olacaq 13. Bura getdi. B olacaq 13. 13'ü də tapdım. Ama 18'i belə qanunu budur. Belə yazılır. Yoxsa necə? Çünki Ay, bizdə 18 ABC'nin yazılır. ən çox cəmini soruşur. C'ye de 18 yazmaq olardı, ya B'ye de. Orada onlar da yoxlayacaq. Bax, tema asan sual, çətin deyil. Bax, yenə də deyirəm. Maksimum ən çox demir. Gəl A'ya ən böyük ədəd ataq. Ən böyük ədəd bizdə 18. A'ya atdın 18. Sonra ən böyük ədədi B'yə ataq, sonra C'yə ataq da. Üçü də böyük ədədlər olsun. B'yə ən çox neçə ata bilərəm artıq? Bu nədir? Hə. B'yə ataram 17 ata bilmərəm. Çünki 17 ilə 18 yan bayan olacaq. 14 də ata bilmərəm. 15 ilə 14 yan bayan olacaq. B olacaq 13. Bura ne olmuş atma? Ara, Başa Sen böyle dersin. ən böyüklükdə ən çox neçə olur? B'yə 13 atdı, 13'ü də silirəm. C'yə ən çox neçə ataram? 17 atmaqda problem var. 17'ni ataq da. Bunların cəmi 48 edir. Qalandakı 12 ilə 14'ü də təbii ki, bura 14 yazacaqsan, bura 12. Bunun yəni ki, önəm daşımır. Amma söhbət nədir? Bəlkə mən A'ya 18 yox, bəlkə B'yə yazdım 18, bəlkə daha çox olacaq. Bəli, B'yə 18 yazanda bunların cəmi 49 eləyir. Sonradan da götürüb yanında 49 yazır. Orada amma bir dənə problem oldu. Bax, B'yə mən əgər 18 yazsam, 18'i sildim. Misal, A'ya neçə yazaram? 17 olmaz, 14 yazaram, düzdürmü? A'ya da attım 14. C'yə neçə ataram? 17 ataram da, hə? 17 atanda ki, bura 12 ilə 13 yan bayan olur. Sonra adamın hesablamadığı ehtimal buydu. O çıkardı. Ha. Blokluyorlar. Yox, yox. Necə bloklayır? Hə, kontrol bunlar, hə. Arada. Müəllim, bəs C-yə 18 versək nə olar? Gəl C'yə də 18 verək. Çox gözəl bir sualdır. Onu deyək. C'yə əgər 18 versək, 18 getdi. Sonra misal üçün, B17. 17. A'ya 17 verə bilmirəm. Ya B'yə neçə verək? 17 verək maksimum. Aha. A'ya maksimum nə verək? 14. Bunların cəmi yenə 49 olur. 12 ilə 13 qalır. Yenə 12 ilə 13 yan bayan. Bildim. Minimum soruşsa ən az neçə ola bilər desə. İndi yəqin rəqəmlər zat da böyük ehtimalla dəyişər. Burada soruşda ki, bunların cəmi ən az neçə olar? A'ya minimum neçə verərsən? 12. B'yə verərik. 13, 14 olmaz. 17. C'ye de minimum 12. Yok hemen 2 12 yok ha 13 ha. 13. 12, 13, 17, 14 ilə 18 qalır. Bunların cəmi olur 42 misal. Ən çox dediyinə görə maksimum qiymətlərdən başlayır, ən az dediyinə görə minimum qiymətlərdən başlayır. Bu yazılası bir sual idi, amma çətin sual. Hə? Çətin yox, çətindir. Bundan 100% düşəcək imtahana, milyon faiz.
Bəli. Bu cavab bütün imtahanlarda artıq bu düşür. Birdən 4-əcən. Bax, gəl buradan belə eləyək. Ha? Ha. Bax, bura 1 yazılır da görürsünüz. Bura nə yazaram onda? 2, 3, 4. 2 var, 3 var, nə yoxdur? 1 var, 4 yox. İndi 3 ilə 4 almışsan, 1 ilə 2 yoxdur. Bunu ata da bilərsən. Lap belə eləyək. Bax, bu sətirdə 4-ün yeri haradır? 4'ün yeri en aşağıda. Bu sətirdə 4-ün yeri bəli. Bax, bura 4 olmaz. Burada 4 olmaz da 4 eşlədən balaca ola bilməz. 4 onda bura. Bura yazdıq 4. 4 ilə 2'yi tapdım, 3 ilə 1 yoxdur. Mən bura 3 yazsam, bura gerək 4 yazdım, 40'ın qiyamət qopacaq. Düzdür, 3'dən böyük ancaq 4 ola bilər. Ona görə bura 1 yazıram, bura 3. 4 ilə 3'ü tapdım, 2 ilə 1 yoxdur. Bura 2 yazırıq, bura 1. 4 ilə 2 ilə 1'i tapdım, 3 ilə 4 yoxdur. Bura 4 olmaz, bura 4'dür, bura 3'dür. 4 ilə 3'ü tapdım, misal üçün, 4 ilə 1'i tapdım, 2 ilə 3 qalır. Təbii ki, 3 buradır, 2 buradır. Bura 1 çatışmır, burada 2. Bitdi. A, B, C, D qoyub bir hesablayırsan ki, hansı ifadələr ödəyir. Bundan, bəli, bu arada düşmüşdü imtahanı, 6 iyun imtahanına. PDF atılmış. Ha, 6 iyuna düşmüşdü. Ha? Partinin sabah çəkəcəm. Sabahlar. Evet. Ya bunu sayacaq. Bu arada figur sayılmasını yadına salın. Dərsin bir müddət sonra figur sayılmalarından imtihanda yapacaqlar düşəcək, ya tutacaqlar. Otaq neçədəsə? 307. Tutacaqlar dedi. İmtihana ya da yeni tutacaqlar. Bax, neçə tutacaq var? Hissələri nömrəliyirəm. Hissələri ya, qapalı hissələri. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bunu yazdıq. 9 dənə hissəmiz var. 9 hissədən, bax neçədən hissələr? Mənim 9 nə yazır ki? 2 bağlı. 9'da bu hissə deyil. 1, 2, 3. Mən burada, bax o adam qarışdırdığı nə? Mən burada üçbucaqları nömrələmirəm, amma hissələri nömrələyirəm. 9 dənə qapalı hissəmiz var. Bunlardan neçə dənəsi üçbucaqdır? Bir dənələrdən, bax. 1, 4, 3, 6, 8. 5 dənə üçbucağım belə var. Yazılan 5. Üstə gəl. Keçirəm 2 dənəli üçbucaqlara. 2 dənəli üçbucaqlar neçə dənədir? 8, 7. Ay, 8, 9, bir də. 8, 7. Bir də. Bir də. Bax, biri buydu 8, 9. Biri buydu. 1, 2, 8, 7. 2 də var. O 3 dənədir. 8, 9 və 8, 7. 2 dənəsini tapdı. Üstə gəl 2. Keçirəm 3 dənələrə. 3 dənələr 2, 3. 1, 2, 3, sonra Benim 4, 5, 4, 6. 5, 6 bəli. Bax, 4, 5, 6 çıxdı. 4, 5, 6. Oradan gördünüz mü? Motor orada. Açıq oynayan yerdə. Müəllim, ay müəllim. Müəllim. Biz 2 dənəliyə 4 ilə 5'i yazmadıq ha. 4 ilə 5 üçbucaq mı? Allah sizə kömək olsun. Bir bax bura görün. Belə üçbucaq olur. Bu məşğulluqdan verilən üçbucaq. Protezi, yox, bu trapesiya. Protezi, şöyle figur var. Bu trapesiya. Düzdür. İşte bitti, 9 dənə. Başqa yox. 4. Nə 4? Saçda nə 9 nə də? Bir də bu var. Bir də bundan, hə. Mənim saçda, mənim əsli yox. Ondan. Ancaq belə. Nömrəliyirsən, əvvəl bir dənələri sayırsan, sonra 2 dənələri, sonra 3 dənələri, bir utan qar. Müəllim, ay müəllim. Bəli. Əvvəla salam. Nə olur? 1, 2, 3. Müəllim, Hayca. salam müəllim. Eşidirəm, qaqa.
Denən görür. Atarsan müəllim. Ben de o Söz verirəm. Bu düz bucaqlıqla paralelogramı saymağı da bir dənə yada salaq da zəhmət Onu olmasa. az sonra, onu deyəcəm. Şu, Onu az yaxşı. sonra xatırladacam. Üst bucaqlardan bəzilərinə baxacaq. her şey düştü. Hə, Ben atlardım. sakit. Söhbəti yığışdırır. Ha, öldü. Gözlüyü, tamam var. Risk elə biri. Bax, 6 iyun imtahanına bu düşmüşdü. 7 iyun. Doğazandı. Bax, buranı gördünüz. Öyle. 4, 3, 2, 4, 3, 2, 1. 3, 1, 2 var, ne yoktu? 4 yoktu. İndi 4 ilə 3'ü tapdım, 2 ilə 1 yoktu. Daha tabii ki bura 2'di, bura 1'di. 3 ilə 2'yi tapmışam, 1 ilə 4 qalır. Bir dənə buranı atmaq lazımdır. Niyə 4-dan başlayırıq ki? 4 ilə 1 yoxdur. Gəl belə ataq, elə belə yaxlayaq belə. 4 ilə 1. 3 ilə 1'i tapdım, 2 ilə 4 qalıb da, düzdürmü? Bura 4'dür, bura 2'dir. Orada bir Ay İndi müəllim, niyə 4-dan başlayırıq? Niyə 5 yazmırıq ki ora? Şərtdə Beş. verir onu. 1-dən 4'ə qədər rəqəmlər olmalı. 5 dənə demir. Hə, şu. 1'dən 4'ə qədər rəqəmlər olmalı. 4 ilə 2 tapmışıq, 3 ilə 1 yoxdur. Bax, bura 1 yaza bilmərəm. Bura 1'dir, bura 3'dür. 1, 3, 4 var, 2 tapışmır. Burada tapışmır 3. Burada problem var. Yox. Zor, düz tapışmır onu. Müəllim, bir də deyin də bu zəhmət olmasa. Mən də şey oldu. Ne oldu? Şimdi. Müəllim, bir də deyin də Aslında- deyirəm. Ha, yaxdır. Ya bir dənə də deyirəm. Bax, bunu nə edirsən? Buranı gördün mü? Bəli, bəli. 4, 3, 2, 1. Bu yazdı. 1, 2, 3 var, ne yoktu? 4 yoktu. 4 ilə 3 tapdım, 2 ilə 1 yoktu. 2 burada, 1, 2 birdən böyüdü çünki. 3 ilə 2 tapmışam, 4 ilə 1 yoktu. Atmaq lazımdır. Biz atanda, bəli, kimsə bana yazdı, nədensə deyib, mən atanda deyilsin, 0. 4 ilə 1, gəl bir dəfə belə ataq. Bura 1 ataq, bura 4 ataq. Görün, nə problem olacaq burada. 4 ilə 2'yi tapmışam, 3 ilə 1 qalır. Bura 3 yazacağım, bura 1. 4 ilə 1'i tapanda 2 ilə 3 qalır. Bura 3 düşür, axı qırğın düşür burada. Ücə bilirsən ki, deməli, tarif elə bundaymış. Bizdə bu səhv yazmışdır. Onda 4 ilə 1'i dəyişirsən. Bura 4, bura 1. Bundan hamısı tapılır. 4 ilə 2'yi tapmışam, 3 ilə 1 yoxdur. Ha. Az yox, onun sualını başa salır. Cavabını. 4 ilə 2'yi tapmışam, 3 ilə 1 yoxdur. Bura 1, bura 3'dür. 3 ilə 1 tapılıb, 2 ilə 1 yoxdur. 2 ilə 4 yoxdur. Bura 4 qalır, bura 2, bura 2 qalır, burada 3. Hamısı tapılır. Burada tapmalı. 4'dən böyük nəsə olmazda şərt verib ki, rəqəmlərdir. Nə deyirsən? Deyirəm, atmamışdan baxmalı da bunun ehtimalı daha çox. Yəni, ağlı yəni danış. Burada ehtimal. Qalan müəllim. Bura 1 yazarsa, bura məcbur 4 yazarsa. Buranı atmırsan, öyle zaman. Yox, orada 1 var. Dərin uzaq deyilsin, yalanın. Mən yalanlar dalaşmağım var. Ya bunlar son dəfə də baxdıq. Belə bir əmək burada imkan verdim. Deməli. Deməli, bəli. Bax, 4'ün 5'i var. o var, baxacaq. Yox, ondan işimizi bu pişirdik. Nə olur? Bəli, bax, buranı görürsünüz. Necə atar? Bəli, bax, mən demirəm, bax, yoldaş deyir ki, 4-3 atar. Çünki düz deyir, elə atmaq lazımdır. Nə çatışmır? 4 ilə 1, hə? Bura 1, bura 4. İndi. Bax, bu sətirdə 4'ü hara yazır? Salsın, bax, belə eləyək. Burada 1 yoxdur axı. 1'i hara yazaraq? 1'i C-yə. İndi, misal üçün, bax, 4 oraya yazsın, oraya yazsın. Ya B'ye yazar. bu sətirdə 4, bax, belə eləyək. 2 ilə 1 tapmışam, 3 ilə 4 qalmayıb. Bura 4'dür, bura 3'dür. 4 3'dən böyükdür axı. Ondan sonra
B'nin sağa bir. 4 bir dəqiqə. Gəl ataq. 4 ilə 1 tapıb 2 ilə 3 qaldı hə? 2 ilə 3 qaldı. Gəl 2 bura ataq, 3 bura ataq. Gör nə göstərəcək. 2-dən kiçik 1 var. 3 ilə 1 tapdım, 2 ilə 4 yoxdur. Bura 4-dür, bura 2-dir. Bura bəli, gördünüz? Bəli. Deməli biz bura səhv atmışıq. 3 ilə 2-ni dəyişirik. Bura 2-dir. Bunu indi atmadan olan üsulunu da göstərəcəm. 2 ilə 1 tapdıq, 3 ilə 4 qalır. Bura 3-dür, bura 4-dür. 4 ilə 3-ü tapdım, 2 ilə 1 qalır axı. Bura 2, bura 1, bura 1 çatmır, burada 2 çatmır. Problem var? Yox. Bundan düşə bilər. 1-2-3 kimi ola bilərdi, hə? Düşə bilər, yoxud düşəcək. Buralar üçün tartılır. Düşəcək. Bunu, yox, belə bundan düşəcək, hə? Bura 3-2-1 də yaza bilərdi, bura 4-3-1 də yaza bilərdi. Aslında mən demədim, yoldaşlardan biri dedi ki, müəllim 4-3-2 yazaq, mən də yazdım. 99 faiz 100 faiz düşəcək. Deməli, bax bunu atmadan necə eləmək olar? Aşırı kameraları saxlamaq çək. Bax burada 4-ün yeri haradır? 4 hara yazılacaq burada? D'yə. D ancaq 4 olacaq. Çünki 4 heç nədən balaca ola bilməz. Düzdürmü? Bu işarələrə görə buralar 4 ola bilməz. 4-ü yazırsan bura. İndi. Baxıram nəyə? Bax, burada 1 hara yazılacaq? 1 mütləq C-dir. Çünki bax 1 heç nədən böyük ola bilməz. Gördünüz? C olur 1. C olursa ikisini tapmışam. Burada misal üçün gəlirəm burada. Burada qalsın elə ki. Burada 1, bax bura olmaz. Aha, qalsın. Heç nə, bax burada 1 düşmür. Bax bura bu hissəyə nə düşür? 2, 3, 4. Bundan sonra da nə var tapmaq? 2, 3, 4, burada çarpılır 1. Belə gedir. Sonra bir yerdən başlayırsan atmağa. Bu olur belə. Akvariumu hələ də bilməyən var. Akvarium mən ehtimal edirəm ki, imtahanlar işləyəcək yenə. Müəllim işləyə bilərik birini. Ha? Bəli. Mən də düşəcək. C necə bir oldu? Bu C. Bax, D. 1 nədir? Heç nədən balaca olmamalıdır. Bax, bura 1 yaza bilmərəm. Çünki 1 nədənsə böyük ola bilməz. Burada 1 yaza bilmərəm, 1 nədənsə böyük ola bilməz. Burada 1 yaza bilmərəm, 1 nədənsə böyük ola bilməz. Burada 1-i hara yazmalıyam? Ancaq bura. Başa düşdünüz? Sağ ol, qarıqsan. Hə? Niyə 5 yazdım? Öz kətlər verir ki, 1-2-4 rəqəmlər. Deməli, bax, akvarium. 2 də əməliyyat var idi. Dairələmə, x-lama. Dairələmək odur ki, dolu xanalardır. X də odur ki, boş xanalardır. İndi nə edirik? İndi deməli, bax, həm ki akvariumu test tapmaq istəyirsə, səhtirlə baxın. Baxıram ki, bax, bura 2 dənə xanada dolu olmalıdır. Bu bloklar necə ayrılır? 2, 1, 3. 2, 1, 3 deyil. Onda ilk 2 dənəsi olacaq. Çünki 2, 1, 3-də axı. İlk 2 dənəsi dolu. Buralar doludursa, bu qabın yuxarısı doludursa, aşağısı da dolu olmalıdır. Düzdürmü? İndi. Məndən biri qasır. Ayıb deyək. Bax, indi. Bu 2 var, ha, görürsünüz. Bu 2, bir dənəsini tapmışam. Bir dənə xana lazımdır bizə. O da bax buradır. Bunlar eyni bağlı olmalıdır. Bunlarda su olmamalıdır. Əgər bu qabın burasında su yoxdursa, mənə qabın burasında da su yox. Ha, buralar doludursa, Aşağıda. sansı yuxarı. Bura, niyə? Hə, 2-yə görə, hə. 2-yə tapmışıq, bəli, buralar boşdur. Halal olsun. Bax, 5-ə baxın, bir dənə x tapmışam, bütün onda bunlar doludur. Burada dolu. Bu da olsa bunlar hamısı doludur. Bu da olsa bütün bu sətirlər hamısı doludur. Bunlar hamısı tapma olur. Bu boşdur. X-i tapmışam, bunlar doludur. Bu doludsa, bu da doludur, bu da doludur. 4 dənə bax, bunlar mütləq dolu olmalıdır. Bu doludsa, bu da doludur, bu da doludur. Bunlar da boş. Şərti odur ki, bu rəqəmlər bizə göstərir sunan dolu xanalar.
rəqəmlər sunan dolu olan xanaların sayını göstərir. Akvariuma bugün göndərərəm full izahını. Yaxşımı? Çətin deyil. Akvarium oyunları içində ən asandıdır. Milyon faiz düşəcək imtahana. Düşəcək milyon faiz. Oyunlardan məncə ya akvarium düşəcək ya da Hitori. Dairələmə ilk tamam. Bir dənəsinə baxalım. Deməli, davam edirik. Əziz dostlar. Arkada inqilab yaratmayın. İnqilab Dəstək oluruq, təxribat. Mən indi burada cavab nə oldu? O ümumiyyətlə belə tip sualı birinci dəfə görürəm. Heç nə sözün asıl başa düşmədim. Heç olmasa cavabı əzbərlərdim. Yox, cavabı əzbərləmək. Mən yenə də deyirəm. Sonuncu gün bu deyilən şeylərdən cavab heç nə əzbərləməyin. Bu tabandan sonra deyir ki, bu xanalardan hansılar dolu, hansılar boşdur. Mən bunu dərsdən dərhal sonra göndərəcəm akvarium. Bəlkə də göndərmişəm nə vaxt yadımdan çıxır. Dolu, yəni boş olmalı. Nədən bu? Bax, bu bir sənəcədir. Bir suallıq deyil bu. Bu mən izahını göndərəcəm, bir də ona baxarsınız. Bir dəfə baxın ona, sonra başa düşəcəksiniz. Oldu, bir dənə zəhmət olsun. Və burada dolu və boş xanaları istəyir. Bax, B ilə D nədir? Dolu xanalardır, qalanları boşdur. B ilə D doludur, digərləri boşdur. Yəni, dolu olacaq B ilə D, digərləri olacaq boş. Yəni, 2-yə gedir B-dir. Ama E variant. Akvarium asan sualdır, sadəcə qaydasını biləsin. Yox, tezdən. Deməli, 5 nəfər tələbədir. A, B, C, D, Y. Gözlə, mən bir baxışım bəs eləyir. Bir baxışım bəs eləyir. Mən saladı adam deyiləm. Bəli, bəli. Daha nə edirik? 5 nəfər tələbədir. A, B, C, D, Y. Yazılı imtahan verilir. Müəllim tələbələrdən birinin cavabları köçürdüyünü öyrəndi. Bu iş mənim imtahanda tutublar mənim. Və müəllim görür ki, tələbələrdən biri cavabları köçürür. Həmin tələbənin imtahan nəticələrini ləğv etmək üçün müəllim kimin bunu etdiyini müəyyən etməlidir. Bunlardan yalnız biri yanlışdır. 5 nəfər adamda bu cümlələrdən azda biri yanlışdır. Tema nədir? Bax, mən bilmirəm ki, yanlış cümlə hansıdır. Bir belə götürək. Bax, bu olsun yanlış cümlə misal üçün. A cavab vərəqini boş təhvil verir. Bu yanlışdır, deməli boş təhvil verməyir. A deməli nəsə yazılır. B A-dan köçürür. Bəli. B A-dan köçürür. C isə D-dən köçürməyir. B A-dan köçürürsə, deməli köçürən kimdir? B. Düzdürmü? A nəsə yazır? B A-dan köçürən B-dir. C D-dən köçürməyib. Aha, bu deməli düzdür. Köçürən hər şey B-dir. D ilə Y köçürməyiblər, düzdür. Axı, burada deyirəm ki, B köçürməyib. Burada deyir ki, B A-dan köçürməyib, burada deyir B köçürməyib. Tabii. Arxasını demirəm. Hə. Bax, tema oldu ki, bu cümlələrdən ancaq biri yanlışdır. Birini götürüb işləyir. Mən birinci cümləni yanlış götürsəm, A cavab vərəqini boş təhvil verib, yanlış cümlədirsə, deməli, boş təhvil verməyib. A nəsə yazıb. Deyir ki, B A-dan köçürüb. Onda doğru olur da. Bu çünki bir dənəsi yanlışdır, qalanları doğrudur. B A-dan köçürüb doğrudur, B köçürməyib doğrudur. Düz gəlmir axı. Ziddiyyət yaradır. Ona görə birinci cümləmiz yanlış ola bilməz. İndi gəlirəm nəyə? Bu dəfə gəlirəm, mən tutalım iki var misal üçün. Bəli, bax, bu dəfə bu yanlış olsun. A cavab vərəqini boş təhvil vermiş. Hə. Deməli, A cavab vərəqini boş təhvil verib, bu olsun doğru cümlə. A cavab vərəqini boş təhvil verib. Bu doğru olsun.
BA-dan köçürüb. BA-dan köçürə bilməz. Axı boş verib. Bu nətər köçürsün? Ona görə bax bunu da sən yanlış götürə bilməzsən. Boş verəndə köçürmüş sayılırsan. Müəllim ikincidə Yox. cümlənin birinci Baxın, tərəfini gör, bu səhv yazmayıb, bu da götürəndə yazıb. ikinci tərəfdə səhv Bu olar sayı- avtomatik. Hə, ya burada ümumiyyətlə iki dənə cümlə var da burada. Biri səhv olanda, biri düz olanda belə ümumi cümlə səhv. Bu fikir ümumiyyətlə səhv sayılır. Necə olur? Hani ikinci səhv olanda da. Bax bu səhv olanda deyir ki, A cavab vərəqini boş təhvil verib, bu doğrudur. B A-dan köçürüb. Doğru deyil axı. A boş verib vərəqini. Mən bir dəqiqə Boş deyilən ifadəsini səsləndirdim. Birini səhv götürməliydi, elə deyil. Aha. Burada deyir B köçürüb, burada da deyir köçürüb. Belə bunlara alın. Hayır, bax. A köçürüb, B köçürmüyor. Bax, kimin nəticəsi? Köçürən bu adam burada kimdir? Köçürən adam C-dir. Niyə görə? C-nin nəticəsi ləğv olmalıdır. Bax, bu cümlə yanlış olsa, misal üçün, bax, A vərəqi boş təhvil verir. Tamam, yaxşı. B A-dan köçürüb. Bax, B köçürməyib. Bax, B köçürməyib doğru cümlə olsun. Düzdürmü? B A-dan köçürüb yanlışdır axı. A-nın vərəqi boşdur. Bu cümləni yanlış götürdük. A-nın vərəqi boşdur. C, bax, D ilə Y köçürməyib. Bax, D ilə Y və B köçürməyib. Bax, B, D, Y köçürməyiblər. A da boş verib. Köçürən kimdir? C. C, D-dən köçürməyib, yanlışdır. Köçürüb onda. Burada C'nin nəticəsi. D-nin nəticəsi ləğv olunmalı. Hə? Sən uzaqdakı bir adamları götür. Ehtimal yoxla ki, hə? Orada sənə demir biri Biri yanlış. yanlış Amma oldu. görürsən birində deyir B köçürüb, birində də deyir köçürüb. Biri yanlışdır. Aşağıda dörd dənə mülahizə var. Bir səhv götürməlisin. O ikisindən birini götür. Aşağıda dörd mülahizə var. Yalnız biri yanlışdır. Birini səhv götürüb. Aşağıda dörd dənə mülahizə var, düzdürmü? Yalnız biri yanlış. Hansını götür? Bir dəfə bunu götürərsən yanlış, yoxlayarsan. Bir dəfə bunu, bir dəfə bunu, bir dəfə də bunu yanlış götürərsən. Təbii ki, ən məntiqlisi bax B-lərdən getməkdir. B A-dan köçürüb, həm də B A-dan B köçürməyib. Çünki biri doğru, biri yanlış olmalıdır. Sən misal üçün, ola bilər bunu yanlış götürsən, B köçürməyib. Yanlış. Onda bu doğru olur. B A-dan köçürüb, düzdür? Onda A da doğru olur, A boş verib. A boş veribsə B A-dan necə köçürə bilər? Yəni, boş vərəqdən necə köçürəcəksin? Bəli. İmtahanların ən çətin sualı. Ki, mən də yazdım. Bəli, mən bu sualı təəssüflər olsun ki, birinci cəhd imtahanında səhv yazmışdım. O da fikrimdən qaçmışdım. Yeniləri bir xəta eləmişdim. Deməli, daha nə edirik? Bizə deyir ki, birdən 6-ya da ədədləri bu xanalara elə yerləşdirirsən ki, bax, 4, 6 və onların arasındakı ədədlərin cəmi 13 olsun. Faktiki 4 ilə 6-nın cəmi neçə eləyir? 10 eləyir də. 13-ə çarpmaq üçün nə lazımdır? 3. Bu belə də ola bilər. Tərsinə də ola bilər. Bax, belə də ola bilər. 6 ilə 4-ü belə yazaram, 3-ü də bura. Bu ehtimal tapıldı. Çox gözəl, bəli. 4 ilə 6-nı yazsam, cəmi 3 eləyən 2 ilə 1 də var. Bu 1-2 də ola bilər, düzdürmü? 4, 6, 2, 6, 4, 1, 2, 6, 4, 2. Düzdür? Və rəqəmlərin yerlərini də oynadırsan da burada. 2, 3 eləyir 5. Onların arası ədədlərin cəmi 14 olsun. 2 ilə 3-ün cəmi nə eləyir? 2 ilə 3-ün cəmi hal-hazırda eləyir 5. 14-ə çarpmaq üçün 9 xal lazım. 9 da nədir bizdə? 9 da bizdə ancaq 5 ilə 4 olacaq. Bura 4 ilə 5 deyil, 6 ola bilər. 3 saniyə. 4 ilə 5 yazaram, ya da ki, belə yazaram. 2, 3, 5, 4. Burada 3, 2, 4, 5. Ya da ki, 3, 2, 5, 4. Bu ehtimallar belədir. Şimdi bu iki dənə ehtimalı düz şey eləyirsən. Deməli, bir dənə bunu belə yazdım. Buradan yazıram. 3, 2, 5, 4. 3, 2, 4, 5. İndi davam edirik. İndi bax, ədədləri xanları, bax, bu göylərlə qırmızıları bir-birinə birləşdirməliyik. Bax, mən nə edəyərəm? Yenə görə yaşam dünyası.
Bax, burada göylərlə qırmızılar necə birləşdirək? Baxın, bax fikir verin bura. Bax, görürsünüz burada. 25-43 var ha. Bax 43 hissəsini görürsünüz burada da var. 43-dən sonra nə gələcək? 6. Bax bu 43-ün yanına yazıram 6. Nə qaldı burada? 1. Biri əvvələ də atsam, eyni şey olacaq. Bütün şərtlərin ikisi də ödəyir. Biri axıra da atsam, eyni şey olacaq. Mən bu iki şərti birləşdirdim. Deməli, bax, biri əvvələ yazsam neçə dənə versiyamız var? 2 dənə. 1, 2, 5, 4, 6, 3, 6 ya da tərsdən. 6, 3, 5, 4, 2, 1. Düzdürmü? 2 dənə versiya burada. Biri əvvələ yazsam. Biri axıra yazsam yenə düzünə və tərsinə. Yenə 2 dənə versiya. Hal-hazırda 4 dənə versiyamız var. Mən imtahanda ona görə 4 yazmışdım. Cavab 4 deyil ama. 5, 6. İndi. Bir də ən sonda yazdığımız gör. Baxın görün. 3, 4, 5, 2. Deyirəm. Ha? Evet. Arkadaşlarım deyirəm dəyişdirəm. Özünü dəyişdin, özünü. Əksində də. 2 dənə yerdə qalmış. Aha. Orada da 634 də necə? Ay, bax bu 34-ü görürsünüz burada. 34-dən sonra 52 yazaram bura. Canım qutarar da buradan, hə? Biri əvvələ də ataram, axıra da ataram. Yəni bax, bu dəfə bunu ilə bunu birləşdirirsən. Bunları artıq birləşdirəndə, sağ. Bunları artıq birləşdirəndə nə olur? Bəli. Biri yenə əvvələ də yazarsan, axıra da yazarsan, 2 dənə də versiya burada yaranır. 2 dənə bax, biri əvvələ yazsam, düzü və tərsi. Axıra yazsam, düzü və tərsi. Bir dəqiqə yəni, ya. Yox, dəqiqə. Düz olmaz axı. Onda şərt bozuldu. Biri əvvələ yazar, yoxsa axıra. Bax, yenə ilişdiyi bu sualda. Bir dəqiqə. 2, 4, 5, 4. Onda 8-dən Kəsbdən olur axı. Onda düz gəlmir. 4 dənə niyə olur ki? 2 dənə idi. Niyə? Biri əvvələ yazsam, özü tərsi. Axıra yazsam, özü tərsi. 4. 2 ehtimalda. Ha? Biri əvvələ də yaza bilər, yaxılacaq. Ben sanki öğrenmeliyim. Ha. Ha, yox, bu buna eyni şeydir. Rəqəmlər eyni, ona görə 8 alınır da. Eyni şey təzdən sayılır. Baxanda ikisi də eyni şey çıxır. Ha. Deyək, 1, 6, 3, 4, 5, 2 deyil, bax. Biri buraya yazanda 1, 6, 3, 4, 5, 2. 6 ehtimal var. Ha? Çətin sualdır. Yəni, səhv eləmə ehtimalı çox yüksəkdir bu sual. Yəni, belə deyim də, bunu əslində yazırsan ayrı-ayrıdır. Bu sonra başlayırsan bir birləşdirməyə. İnşallah düşməz. Düşməsin ki, çox adam bunu oturub tapıb yazır. Bəli. Bax, bu sualdan, bəli, Kəmalə güləşdi qarşı. Bu sualda tema nədir? Simmetrik figurlardır. Bunların başqa versiyaları da qabağda çıxacaq qabağımıza. Amma bu sualların dədə-baba versiyası odur ki, güzgü əksi. 12 figurdan hansılar qanunluğunu pozur? Bax, birinci figurun bu olsun. Bunun güzgüsü hansıdır buradakilardan? Güzgü əksinə, mən belə şeylə... Yox, ona çətin olacaq. Hə. Bəli, o birinci imtihadakı sualdan. Bax, o başqa metodla deyəcəm sizə. Bax, baxıram buna. Bunun güzgü əksi hansıdır? Bəli, budur. Baxıram buna. Bunun güzgüsü hansıdır? Yoxdur, bu qalsın, deyəsən. Bunun güzgüsü hansıdır? Bunun güzgüsü var. Bu. Sniper üçün almaq yox. İndi. Bunun da güzgüsü budur. Dəyişdi də. Deməli, fərqi yox. Bunun da güzgüsü budur. Bax, hamısının güzgülərini tapırsan içəridə. Burada indi. Bunun da güzgüsü budur.
Baxıram ki, bir bunun güzgüsü yoxdur. Bir də bunun güzgüsü yoxdur. 12 fiqurdan hansılar qanun uyğunluğu pozulur? Bax, bu 2 dənə fiqur. Yəni, bu hansı fiqurdur? 2 nömrəli fiqur. Bu hansı fiqurdur? 3 nömrəli fiqur. 2 və 3. Bu, bəli, birinci imtahandakıdır, bəli. Və bu sual belə əslində əsl yolu budur, güzgəkdir. Bu sualların təbii ki, başqa bir versiyası da var. Baxın. Bəli. Onun hamısında gözləyək, hamısında Amma olmadı. daha 2013-cü ildə də düşmüşdü qəbula, magistraturanın qəbuluna. Mən o vaxtda imtahan vermişdim. Bilirəm, əvvəl də düşüb imtahanlara. Baxın. 2013-də düşmüşdü. Düz yazmışdı. Hansı fiqur artıqdır? Bunun da bir baxarsan ki, hamısının güzgüsü var. Misal üçün, bunun güzgüsü yoxdursa, bu artıqdır. Bunun ən yaxşısı necə tapmaqdır? Bədənin solda olan, sağda olan. Sağ. Solda olan, sağda olan. Baxıram buna. Bax, bunun bəlkə baxana görə burada neçə fiqur var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə. 13 dənə fiqur var, deyəcəm. 13 dənə fiqur varsa, variantlar bir dənə daxil. Deməli, 13 fiqurdan biri artıqdır. Bədənin solda olanları sayılır. Bax, 1, 2, 3, Budur da doğru. 5, 6, 7 dənəsi sola baxır, 6 dənəsi sağa baxır. Hansı artıqdır? 7'si sola baxır bədəni. Ki, bunu ortadan bölsəm, bu bədənin solda qalır. 7 dənəsi solda, 6 dənəsi sağda. Artıq olan hansıdır? Sola baxan. Bizə sol lazımdır. Bunları indi istəyirəm, sola baxanı seçməliyik variantlardan. İkisindən biri qalır. Bir də bax, buradakı C-lərə görə baxın. Düzdür? C-lərə bax, bu C-lərə baxıram. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Bu C-dən 7 dənə var. O birisi C-dən 6 dənə var. Hansısı artıqdır? Bu C artıqdır, elə. Cavab B variantı. Artıq olanı seçirsin. Hərəsində 13 dənə fiqurda axı, biri artıqdırsa 12 dənə fiqur olmalı. 6'sı sola baxan, 6'sı sağa baxan. 6 sol, 6 sağa baxan olmalı. Sağ. Gəl. 6 sağ. Gəl. 6 sola baxan olmalıdır, 6'da nə olmalıdır? Sağa baxan olmalıdır. Bundan. Bax, yenə eyni söhbətdir. Bu dəfə daxil edin. Bu qayda ilə bayaqki sual biraz çətin tapılır. O tema oldu ki, burada biz bayaqki qayda ilə bu sual eləmək olaraq güzgü ilə. Eyni şeydir. Sadəcə məsələ oldu ki, bayaqki sual açıq sual idi deyən, konkret variantlarla işləmək olmurdu. Yəni, ola bilər orada 4'ünü də seçə bilər. Sıraya hansı fiqurlar daxil edilməlidir? Sıraya bu fiqurlar daxil edilməlidir. Bax, yenə 12 dənə fiqur var, variantlar 2 dənədir. 14 dənəsi olmalıdır ümumi. Daha doğrusu 14 fiqur var, ikisi də daxil edilsə olur 16 dənə. 8'i sola, 8'i sağa bundan tapacağıq. Ya ki, güzgü əksinə. Bu da asandır. Daxil edilməlidir deyəndə, mesela 14 dənə fiquru var, 2 dənə variantlar da var. Olur, cəmi 16 dənə. 16'sından 8'i sola, 8'i sağa. Hansı artıqdır deyəndə şey deyil. Heç nə. 10 dəqiqə fasilədən sonra növbəti linki göndərəcəm. Tamam. 15 dəqiqə fasilədən sonra çay fasiləsi. Çay istəyir. Linki göndərəcəm.